Hamıya salam dostlar. Bugün kanalımın yeni videosuyla karşınızdayım. Çok isteyen oldu. Ben de yeni cihazı geçtim axı. Bugün size planşetler ve telefonlar için hassasiyet ayar. Özümdə çünki əvvəl telefonda oynamışam. Hamısının planşet nə ayar var, hamısını göstərəcəm, göstərəcəm, necə istifadə etmək lazımdır, hamısını. Dostlar, ilk öncə gələk bizim Erangelçilər üçün düzdür, mən Erangelim nə qədər TDM'çi olsam da mən spreylərimi bilən var. Ona görə gələn hassasiyetləri birinci göstərək. Buradakı önemli değil. Buradakı istediğiniz kimi qoya bilərsiniz. Bizə jiroskop lazımdır. Jiroskop baxın. Planşet məndə Xenon P6'dır. Ona görə də eninə yani uzunluğu uzun, eni biraz balaca planşetlidir. Tam iPad görünüm vermir. Mənə dəymir. Hə. Harada qalmışdım? Burada. Ona görə də mən hassasiyetlər belərdir. Yəni iPad'dən başqa bütün planşetlərə gedəcək qəşəng hassasiyetdir. Tez öyrəşmək olur, rahat əl alır. Mən yəni çox sevərək istifadə etdiyim hassasiyetdir. Bu hassasiyetin 6x'in 3'ə çəkilmiş formasında çox gözəldir. Baxın. 183 super hassasiyetdir. Bunu istəyən 150 də eləyə bilər. Amma bu qəşəng hassasiyetdir yəni bunlar. Sənə çox uzaq məsafədə yaxın məsafə deyənlər həm. Amma çox uzaq məsafə əl al. Hassasiyetləri göstərdik. Jiroskop. Bax, bunu heç vaxt açmayın, yəni lazımsızdır. Baxın. Bir də səhv var. Bax, bu düymə ilə bunlar üst-üstə qoyun. Bu eləməyin. Elimizi qaçıdar. Kontrollarım bunlardır. Başqa hassasiyetlərdən bir şey qalmadı ki. Yox. Bunlar heç grafiklər. Aha. Dostlar, bunlar var, hamısı bu. Rənglərdir, sonra nişangahdır. Bunlara hamısını hesab atmağa, oynamağa dəxli çoxdur. Bax, mən tövsiyə edirdim ki, soft 140. Mən bayıra qoyandan bax videoları düşməyib. Bir dəqiqə var idi. Özdə şeydə hələ bir dedektiv ünvanı var. Mən 2 dəfə daha burada 3 hesab attım. Bir oyunda, bir VS-də. Bundan sonra şey gəlib ki, rəqibdə anormal mərmi davranışı görüldü. Tabi bilmirəm, orada oldu, neydi oldu, ancaq ban gəlmədi yaxşı ki. Hile olsun, ban gələr. Hər danışdıq ki, falan filan. Hile, aha. Bax, planşet süssə, bax. Erangeldə də TDM-də çox şey sizə yarayacaq. Bax, hesab atmaq üçün deyərsiniz, yaxın qoyun. Amma inanın var ha. Öyrəşəndən sonra bu yaxşıdır. Harada qalmışdım mən? Aha, baxın. Bunlar da, hə, bax. Yana kaydırmada, hızlı yana kaydırmada nədir bu? O bağlayırsınız, bir də patlayıcı mərmi yolunu takip edib, bax, bunları bağlayırsınız. Bunları mütləq bağlayın, yoxsa heç qədər də qardaş. Cihazı da biraz baxaq, qrafiklər belə. Hə, bunlar ağ, klassik, sarı qəşəkdir. Sarı istifadə eləməyinizi tövsiyə görürüm. Harada qaldım? Başqa bir şey desən, unutduğum bir şey varsa yorumlarda yazarsınız da. Aha, indi mən Erangelçilərini göstərdiyim gəldiyək TDM oyuncular üçün. Dostlar, əgər sürətli oynamaq istəyirsinizsə, mütləq 5 barmaq, 4 barmaq da olar. 4 barmaqda maksimum 200 olacaq. Mən bilmirəm indi bu necatım. Bax belə. Maksimum sürət bu qədər olacaq. Bundan biraz tez olacaq. 15 barmaq oturmaq görür. Joystickə gələk. Joystick 87 mütləq. Hər cihazda gedir bu. Nə qədər kiçik olsa o qədər yaxşıdır. Məndə nə qədərdir? 76. Bax, hassas bir də şey var. Bu lazeri, bax, TDM'çilər. Bizə səslənən. Bax, bu çox adam fikir almır. Nəzərə alınır bu.
bunu mütləq eləyir. Lazeri al onu. Keçirdin lazeri. Lazeri qoydum ha. Baxın, aim görün hardadır. Lazer ancaq adamın başındadır. Niyə? Mən nişan alanda da adamın başına tutur. Baxın. İndi mən bunu açsam heysə deyəcək. Əlbəttə ki deyəcək. Çünki lazerdən çıxır. Baxın, lazerdən götürür. Adamın başına. Niyə? Normalda bura tuturam dik. Skop açanda düşür aşağı. Buna görə də, yəni heysə atmaq istəyirsinizsə 3 heysə. Dik belə tutub əgər joystick eləsiniz, baxın. Body gedir. Joystick seqisi də body gedir. Ona görə də dostlar, heç vaxt dik üstünə yox, biraz belə eləyin. Baxın, heysə yapıyoruz. Baxın, gördünüz. Amma normal, yəni o belə eləsəm. Gördünüz, body gedir. Amma bu biraz yuxarı tutun. Full AC, görürsünüz. Bunu mütləq çalışın belə. Lazer istifadə edirsiniz. Yəni burada yəni baxa bilərsiniz. İndi piklər döy, joystick döy. Bu nəyə işə yarayır deyənlər var. Ki, ekran kaydını yapacağım. Nəyə işə yarayır deyənlər var. Dostlar, açınızda bax, məsələn, mən deyə belə gedirəm. Burada adam çıxsa, biz o birinci görürük. Neçə FPS olduğunun fərqi olmayaraq. Çünki bizim açımız olurdu. Bizim açımız olur deyə. Onda isə məsələn, bax, bu bizim açımızdır. Amma sən bu, bax, deyək, burada adam var. Ya burada yox, bunu görənməriyyə. Amma burada olan adam bizi görür. O səbəb var. Çox yarayır, 3 heysi nağad atmır. Bəs sprey yoxlayaq. Let's go. Necə ver? Adam 2 heysi yox, 1 heysi qalanlara ayaq badinləri gedir. Niyə çıxıram ki? Yavaş. Bax, bura çox qəşəngdir. Bax, bura istifadə et. Gördük. Ora hər bezdə istifadə edir. Belə çıxmağı. Bir başa çıxmıyor. Üçüncüdən çıxmıyor. Üstümüzü araşdıracaq. Canınız doğanızda. Almadı. Dostlar, əgər ciddi vəsiləsi bura çıxmağınızı şiddətlə önərirəm. Oynamıyorsun. Baxın, indi bura gəlsin, rəqimin canı azdır. Bax, qalxın qaqaş bura. Bir də soxbik, bir də soxbik. Bax, eynən bu şəkildə canı azdırsa. Və yaxud da öləcəyin anlayırsa, yəni hasar atmışsa, bu öləcəyin. İçədən tutaq. Bax, çıxartdı. Gəlir. Açımıza gəlsin. Kullanmaqda istifadə edirsiniz. Qaraqlı paketlərdə qoyduğunuz üçün.
Network yarayıcı videodur. Sadəcə mən dostlar ciddi götürmək istəyirəm. Özüm belə oynamaram. Gözünü tutacağız. Canı azdır, özü çıxacağım, rahat olun. Əgər kaskuz yeleyiz yoxsa və ciddi VS-də süsə, özü partlatma kaskeli yeniləsin, bax. Sunka atmıyor, sunka atma boş şeydir. Çünki sunkadan asla yemir. Özüm şəxsən özüm yoxlamışam. O üçüncü dəfə hücum edəcək. Sonra adam başında ağırlıqda. Gəl, eləndi qaçdıysa, joystick yaxşılaşdırır. Daha quick gətirdi. Onların hamısı dostlar, mən belə baxıb öyrənməmişim. Sadəcə oyunu gelişdirmişəm onu. Oyunu özümlə kəşf etmişəm. Dostlar, videomuz bu qədər idi. Bir də şu VS atmaq istəyən, hadisin bıraxsın. Görüşərik.